Salam dostlar, hər vaxtınız xeyir olsun. Uzun bir aradan sonra təkrardan public mentorluğa davam edirik və yeni dərsdən davam edirik. Deməli, bu mentorluqda bundan sonraki indiyə qədər olan dərslərimiz var. Ən önəmli dərsimiz, baxın, bu mentorluğun ən önəmli dərsi auction market teorisi dərsi. Nə qədər asan sadə görsənsə də əslində bunu dərk etmək üçün çoxlu deneme yanılma tüklərdən eləməlisiniz canlı qrafiklər üzərində. İndi volume profili da biləndən sonra marketə aksiyon gözü ilə yanaşaraq, aksiyon market teorisi ilə dərk edib, volume profili ilə də bunu vizuallaşdırıb, canlı bazarda çoxlu praktik eləyərək siz order flow trading artıq giriş edərək normal tradelər apara biləsiniz bazarda. Yəni ən azından bazarın niyə hansı hərəkət elədiyinin arxasındakı səbəbi bazarda görünməyən gizli dönüş nöqtələrini bu dərsdən, bu mentorluqdan, public mentorluqdan sonra tam şəkildə, rahat şəkildə mənalandıra biləsiniz. Və bu mentorluqda qısa olacaq. Qısa dediyim, yəni bilgi əksikliyi yox da, bilgi artıqlığı olmayacaq. Yəni işinizə yaramayacaq hər hansısa bir bilgini deməyəcəm. Yəni falan şey nədir deməyəcəm, əgər onu istifadə eləməyəcəksə. Ona görə bu mentorluqda sadəcə bitirib birbaşa praktikaya keçə biləcəyiniz bir mentorluq olacaq və bu mentorluğu siz istər mobil telefonda, istər notebookda, yəni kompüterdə istifadə edə bilərsiniz. Yəni tətbiq edə bilərsiniz rahatlığına. Yəni ondan narahat olmayın ki, kompüterim olacaq yoxsa olmayacaq, elə bir problem olmayacaq. Yəni bu ümumiyyətlə bu playlistə başlayan biri sıfırdan başlayır. Yəni yəqin ki, kurs almaq kimi bir ehtimal yoxdur. Ona görə də hər şəraitdə başlayıb tətbiq eləyə biləcəyi bir mentorluq olacaq. Nəysə, bu dərsimiz daha çox quraşdırma ilə bağlı olacaq. Quraşdırma dərsimiz. Burada nəyi quraşdıracağıq? Burada ehtiyacımız olan tək şey TradingView platformasıdır. Yəni mənim TradingView dərslərim var 2 dənə bu mentorluq playlistində. Onları izləməmsinizsə izləyin. Biri TradingView-un istifadəsidir, yəni sıfırdan istifadəsidir, platforma istifadəsi. Biri də ki, TradingView bilirsiniz ki, həm pulsuz versiyası var, həm də ki, aylıq müəyyən ödəniş qarşılığında sizə bəzi özəlliklərin açılmış versiyası gəlir. Amma sizin bu mentorluqda ehtiyacınız olan ödənişli versiyanı necə ödənişsiz etmək olar, onun dərsini də paylaşmışam, amma bu mentorluğu tətbiq eləmək üçün heç ona da ehtiyacınız yoxdur. Ən sadə, ödənişsiz halı ilə belə siz bu mentorluğu tətbiq eləyib trade edə biləcək səviyyədə olasınız. Tak, deməli keçək baxaq TradingView-un ödənişsiz ən təməl panelinə. Yəni heç bir ödəniş eləmədən, baxın, ödənişsiz TradingView hesabıdır. Burada ehtiyacımız olan 2 dənə alət var. Yəni biz volume profili istifadə edəcəyik trade edərkən. Volume profile istifadəsi üçün də baxın, sol paneldə burada birinci yox, ikinci yox, üçüncü yox, dördüncü yox, beşinci hissədə burada qrafik ox var balaca. Ona klikləyəndə açılacaq bu hissə. Buradan bizə lazım olan 2 dənə vacib alət var. Biri FRVP, yəni Fixed Range Volume Profile. Bunu ulduzlayın bu şəkildə, düşsün sizin favori alətlər listənizə. İkinci ən vacib alətimiz də Unhoard Volume Profile. Baxın, bunu ulduzluyursunuz, düşəcək bura sizin favori alətlərinizə. Bu ikisi ilə biz önəmli istədiyimiz aralıqları, hansı aralıq lazımdırsa, hansı vəziyyətlər lazımdırsa, müddət aralığı, onları seçib volume profilini tərtib eləyəcəyik. Yəni yavan qrafiklə yanaşı biz həcmin harda icra olunduğunu görərək daha güclü zonalar çıxara biləcəyik özümüzə trade üçün. Bir var, siz deyəsiniz ki, falan yerə qiymət 3 dəfə dəydi deyə mən oranı növbəti dəfə qiymətin dönəcəyi zona, trade zonası kimi dəyərləndirirəm. Bunu deməyin verdiyi güvəndən falan yerdə qiymət daha çox alıcılar ya da daha çox satışçılar oldu, yaxud da ümumiyyətlə alıcı və satışçının marağının olmadığı zonadır deyə həcmə dayalı şəkildə bir zona çıxardıb tətbiq eləməyiniz sizin üçün daha da güvənli olacaq tradeləri açarkən. Çünki arxasındakı məntiq var ən azından. Yavan rəssamlıq eləmərsiniz qrafikin üzərində. Nəysə. Bu dərsdə çox dərinliyinə girməyəcəm.
hansı volume profilləri istifadə edirik. Çünki hələ volume profilin nə olduğunu bilmirsiniz, çünki keçməmişik. Nə olduğunu bilirsiniz, yəni həcm göstərir, amma komponentlərin, xarakteristikasının, fərqlərin bilmirsiniz. Hələ ki biz alətlərin adını və istifadəsini danışıram. Deməli, baxın, fixed range profile, volume profilə necə istifadə edirsiniz? Baxın, bunu seçəndən sonra hansı vaxt aralığındakı həcmi görmək istəyiriksə, gəlib bir başlanğıc vaxtını seçirik, sonra deyək ki, bitiş vaxtını seçirik, random seçdim və həmin aralıqdakı, baxın, bu ayarı bağlayayım ilk öncə. Bax, extend right var, bunu bağlayırıq, ondan sonra. Baxın, təzədən başlayırım. Hansı vaxt aralığında istəyirsə soldan sağa doğru seçirik həmin vaxt aralığını və həmin vaxt aralığındakı həcmi göstərir, hansı qiymətdə nə qədər həcm icra olunduğunu. Və siz də bu şəkildə sizə fərqli olacaq ilk başda. Baxın, Apple default deyəndə sizə bu şəkildə gələcək birinci. Bunu məndəki kimi eləmək üçün, daha doğrusu, bunu məndəki kimi eləmək üçün, bunu bağlayayım. Məndəki kimi eləmək üçün siz ayarları bu şəkildə eləyirsiniz. Baxın, ilk ayar, input bölməsindəki ayarlar bu şəkildədir. Min, bunu min eləyirsiniz mütləq, sonra bura olduğu kimi qalır, sonra 70. Extend right varsa bunu bağlayın hələ ki. Bu sonra lazım olacaq istifadəsini göstərəcəm, necə istifadə etmək lazımdır. Sonra style bölməsindən bu şəkildədir məndə, rəng yoxdur burada, sonra 30'lu left, bunlar bu şəkildədir, rəngləri bu şəkildədir, faizlər bu şəkildədir. Bütün ayarlarım bu şəkildə. Bunlar da bağlıdır. Histogram box var. Bunu da sıfıra çəkin. Baxın, sıfıra çəkin ki, arxada heç nə qalmasın. Bunu da yaddaş vermək üçün save as deyirsiniz. Bura indi yazırsınız, məsələn, FRVP, Fixed Range Volume Profile, məsələn, 1. Bunu belə bu şəkildə verirsiniz, save deyirsiniz yaddaşa, sonra itib batanda təzədən geri qaytara bilərsiniz. Bunu save dedim, OK dedim. Bu mənim Fixed Range Volume Profile'imdir. Yəni, bununla başlanğıc və sonu seçirəm, mənə göstərir. Məsələn, bunun içindəki Extend Right deyəndə nə olur? Buna basıram, görürsünüz, böyüyür Volume Profile. Uzandı bura kimi, ən son vəziyyət hardasa, qiymət hardasa, ora kimi uzanır. Yəni, seçdiyim başlanğıc tarixindən gəlir, ən sonda qiymət hardasa, ora kimi olan həcmi göstərir və bundan sonra cari vəziyyətdə qiymət dayanmadan hərəkət edir də. Qiyməti yarandıqca, hərəkət edildikcə yaranan həcmi də davam etdirir, göstərir anlıq olaraq. Extend Right-ı aktivləşdirəndə. Bunu bağlasam sadəcə seçdiyim vaxt aralığındakı, başlanğıc və son vaxtın aralığındakı həcmi göstərir mənə bu alət. Buna yenə detayına girəcəyik, bu xətlər nələrdir. Bu bir. Bir də Anchored Volume Profile var. Bu da 2 nöqtə seçməyimizə ehtiyac yoxdur. Sadəcə keçmişdən başlanğıc nöqtəsini seçməyimiz kifayətdir ki, baxın, məsələn, bu nöqtəni seçirəm, saat deyək ki, 05:52, baxın, görürsünüz aşağıda, burada, 05:47 deyək. Basanda həmin saata baxın, oradan indiki vəziyyətə qədər, cari vəziyyətə qədər olan həcm göstərir mənə sol tərəfdə paneldə. Buradan görə bilərəm ki, harada daha çox həcm icra olunub, harada yox. Template'i. Bunu style'dan gəlirsiniz, buranı 30 edirik. Deməli, ayarlarımı göstərim bunda. Bunun ayarları bu şəkildə. Inputs bu şəkildədir. Row size 800'dür. Volume 70, belə, sonra rənglər. Bura 30 olsun, sonra placement right seçirsiniz. Up volume rəngi bu şəkildədir, faiz bu şəkildədir. Bunları da eyni eləyə bilərsiniz, yaxud sizə hansı xoşdursa, özünüz də o şəkildə rəngləndirə bilərsiniz. Val hamısı bağlıdır. Bunlar hamısı bağlıdır. Bir də histogram box'u da mütləq sıfıra çəkirsiniz.
Belə, bunu da yaddaşa vermək üçün save as deyirsiniz. Unhoard volume profile deyirsiniz. Məsələn, dire 1. Yaddaşa verirsiniz ki, sonra itib batmasın bu tənzimləmələr. Sizə ilk vəziyyətdə belə gələcək. Baxın, Apple default yəni belə açır. Yəni bu şəkildə gələcək. Unhoard volume profili çəkəndə mənim ayarlarımı etdikdən sonra düşəcəyi hal bu şəkildə olacaq. Bu da dediyim kimi bir başlanğıc nöqtəsinə klikləməyimizlə sağ tərəfdə bu şəkildə volumu göstərir, hansı qiymət səviyyəsində, hansı həcm icra olunub və eyni zamanda baxın, burada qiymət yarandıqca, canlı bazardayıq da, qiymət yarandıqca həcm icra olunur. Yəni alan olur, satan olur və burada da həmin həcm yaranır diaqramlar şəklində zamanla. Belə, sonra diqqət etməli olduğunuz digər məqamda həmişə fikir verin ki, burada New York olsun. Bu UTC -4 indi. Əgər siz izləyən vaxtı bu -5 də ola bilər. Bu ilin yay saatı, qış saatı mövzusuna görə, Amerikan saatına görə UTC -4-dən -5 istə bilər. Ona görə bu rəqəmə yox da həmişə New York sözünə odaqlanın. Bura, baxın, bura klikləyəndən sonra, bunu baxayım. Bura klikləyəndən sonra New York yazana seçin həmişə. New York'a basın. Deməli, sonra yəni belə başqa nə var, nə istifadə edəcəyimiz? Bu kvadratı məsələn 4 bucaqlını seçin. Bununla biz zonlarımızı tətbiq edəcəyik. Burada ayarlarım bu şəkildədir. Baxın, extend right-ı da aktivləşdirsəm, left-i aktivləşdirsəm, sola doğru çəkir. Bu ikisini bağlasam sadəcə çəkdiyim. Yəni bu asan bir alətdir. Bunu zaten öz görəsiniz. Bundan zonlar çəkəcəyik. Başqa da istifadə edə biləcəyimiz çox da şey yoxdur. Bəsit amma effektiv olacaq bu kurs. Belə, siz də bu şəkildə quraşdırmalarınızı etdikdən sonra artıq növbəti dərsə keçid eləyə bilərsiniz. Yəni bu volume profillərin xarakteristikası, özəllikləri nələrdir? Bunlar haqqında detallıca daha dərinlərə enə bilərik.